Salam hörmətli APA TV izləyiciləri. Yerində proqramında bugünkü qonağımız xarici siyasət məsələləri üzrə tanınmış ekspert, keçmiş Xarici İşlər Naziri səfir Tofiq Zülfüqarovdur. Xoş gördük Tofiq müəllim. Xoş gününüz olsun. Tofiq müəllim, fikrinizcə Azərbaycan tənqidçilərinin Amerika Birləşmiş Ştatlarından Azərbaycana münasibətdə mənfi təzahürlər gözlədiyi bir vaxtda Prezident Donald Trumpın Azərbaycan prezidentini 28 may təbriki siyasi strateji baxımdan hansı mesajı ehtiva edir? Birincisi onu qeyd eləmək lazımdır ki, əslində qalsa bu cür məktublar protokol xarakteri daşıyan bir məktublardır. Amma biz görürük ki, onun bu mətnin daxilində bir çox vacib siyasi mesajlar mövcuddur. Bu mesajlar da təsadüfi deyil. Çünki uzun müddətdir, daha doğrusu keçmiş administrasiya vaxtı Amerika Birləşmiş Ştatları Azərbaycan arasında olan münasibətlər demək olar ki, böhran içində idi. Buna aid müxtəlif hadisələr yada salmaq olar və ümumiyyətcə indi belə bir məlumat yayılıb ki, Biden özü heç siyasətlə belə deyək, ciddi şəkildə məşğul olmurdu. Onun xarici siyasətin bir çox elementləri formalaşdıran onun yanında olan insanlardır və onların bir qismi erməni pərəst mövqeyində olduğuna görə bu böhranlı proseslər biruzə verirdi özünü. Amma Trump'ın hakimiyyətə gəlişindən sonra böyük bir gözləntilər vardı və bunun barəsində həm dövlət başçısı bir neçə dəfə açıqlamalar vermişdi və demişdi ki, artıq biz gözləyirik ki, yeni bir səhifə açılacaq bizim münasibətlərdə. Çünki biz əlaqələrin inkişafı üçün öz töhfəsini verməyə hazırıq və belə bir fikirlər bir çox hallarda səslənirdi. Və təmaslar, yəni müxtəlif səviyyələrdə olan administrasiya arasında təmaslar mövcuddur. Bilirsiniz ki, onun müşaviri qəflədən Moskvadan sonra Bakıya gəlmişdi və burada görüşlər keçirdirdi yüksək səviyyədə, yəni qısa müddətli olsa da. Bu da bir növ işarə idi ki, administrasiya tərəfindən Azərbaycanla olan münasibətlərin düzəltməsi üçün belə niyyət mövcuddur. Və məktuba qayıdarkən xüsusilə bir neçə məqamı qeyd eləmək yerinə düşərdi. Əməkdaşlıq istiqamətləri ənənəvi olaraq enerji sektoruna aid və terrorla mübarizə məsələlərə aid qeyd olunub və gözlənilən, belə deyək, Ermənistan-Azərbaycan münaqişəsində onun həllində irəliləyişlər də dəstək kimi orada bir fikirlər də səslənib. Hesab edirəm ki, bu üç əsas tezislər onu göstərir ki, Amerika administrasiyası bu ənənəvi olaraq bu mövzularda öz siyasətini davam eləməyə niyyətindədir. Amma indi yaddan çıxartmayaq ki, Trump'ın gəlişindən sonra dünyada bir çox, belə deyək, qlobal bir hadisələr baş verir və ənənəvi olan dünya, belə deyək, məsələlərdə, yəni xarici siyasət məsələlərdə biz görürük ki, ciddi qlobal bir dəyişikliklər baş verib. Geopolitik proseslər gedir. Yəni, ənənəvi olan ittifaqlar ya da ənənəvi olan müxtəlif təşkilatların bir-biri ilə, beynəlxalq təşkilatların bir-biri ilə münasibətlərin alqoritmi, yəni belə deyək, əlaqələrin qaydası dəyişir. Və bu Trump'ın bir növ siyasi xəttidir. Və mən əminəm ki, bu yeni vəziyyətdə və yeni xarici siyasətin inkişafında Azərbaycan üçün də hansısa imkanlar açılır və bu imkanları istifadə eləmək üçün Azərbaycan əminəm ki,
lazımi addımları atacaqdır. Donald Trumpın Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlıqdan bəhs etməsi hansı mesajı verir? Ənənəvi olaraq bu istiqamətdə münasibətlər Amerika Birləşmiş Ştatlarında hələ də Azərbaycanın müstəqilliyi bərpa eləyəndən sonra bu proseslərin ya da bu əməkdaşlığın bənövrəsi qoyulub. Çox hallarda Azərbaycan müxtəlif beynəlxalq sülh məramlı missiyalarda iştirak eləmişdi. O cümlədən axırıncı missiyasında da Afqanistanda olan və Amerika Birləşmiş Ştatların qoşunların oradan çıxmasını təmin eləyən hərbiçilərdən biri Azərbaycan ordusunun nümayəndələri vardı. 90-cı illərin axırından etibarən Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında xüsusi bir təhlükəsizlik barəsində genişlənmiş dialoq adında olan strateji daimi işləyən bir proses getmişdi və orada ildə bir dəfə müxtəlif səviyyələrdə təhlükəsizliyə aid belə deyək görüşlər keçirildi və onların belə deyək bu görüşlərin nəticəsində Amerika Birləşmiş Ştatları bir çox sahələrə Azərbaycana bu təhlükəsizliyi təmin etmək məqsədi ilə kömək edirdi. Sərhədlərin qorunmasında, Xəzər dənizində təhlükəsizlik məsələlərinin güclənməsində töhfələr verilmişdi. Azərbaycan hərbiçiləri və xüsusi belə deyək xidmətin məsul şəxsləri müxtəlif seminarlarda və görüşlərdə Amerika Birləşmiş Ştatlarında iştirak eləyirdi. Maliyyə yardımı verilirdi. Hətta o Afqanistanda gedən o həmən əməliyyatın belə deyək keçirməsində də Azərbaycanın töhfəsi də böyük olub. Bilirsiniz ki, kommunikasiya baxımından, tranzit baxımından Azərbaycan demək olar ki, bu tranzitin ən əsas mərkəzlərdən biri idi və hətta xarici mənbələrdən məlum olduğu kimi bu kommunikasiyaları təmin eləmək üçün 2000-ə yaxın Amerika Birləşmiş Ştatlarının mütəxəssisləri Azərbaycanda çalışırdı o dövrdə. Yəni bizim təcrübə və bundan irəli gələn imkanlarımız çoxdur. Və mən əminəm ki, bu təcrübəni nəzərə alaraq Trumpın o məktubunda bu məsələ də xüsusilə qeyd olunur. Yəni Biden administrasiya tərəfindən bu prosesləri dondurulub bizə qarşı sanksiyaları tətbiq eləyən dövr artıq qurtarıb və Amerika Birləşmiş Ştatların indiki administrasiyası təhlükəsizlik mövzusuna və terrorla mübarizəyə, belə deyək, əməkdaşlığa böyük önəm verəcəyini gözləmək olar. Enerji təhlükəsizliyi və enerji inkişafı məsələlərində Amerika Birləşmiş Ştatları Azərbaycan tərəfdaşlığının regional və qlobal əhəmiyyəti nədir? Bu da çox maraqlı bir mövzudur. Bilirsiniz ki, uzun müddətdir ki, deməli, müstəqillik bərpa olunandan sonra Azərbaycanın və Xəzərin enerji ehtiyatları Avropaya enerji təminatının diversifikasiyasını təşkil eləyən mənbələrdən biri olub və Amerika Birləşmiş Ştatları müxtəlif administrasiya dövründə bu proseslərə, bu layihələrə dəstək verir. Bakı-Tbilisi-Ceyhan, sonra Bakı, Erzurum-Kars dəmir yolu, o da bir növ bu layihələrin bir hissəsidir. Qaz boru-Kəttab, Tanap və s. Yəni bu baxımından Azərbaycanın o dövrdə və indi bu məsələlərdə, yəni təhlükəsizlik, enerji təhlükəsizliyi təminatında Azərbaycanın böyük rolu olub və bəlkə də
Tramp da indi yeni vəziyyəti nəzərə alaraq, yeni vəziyyət də ondan ibarətdir ki, bilirsiniz, Azərbaycanın şimalında Rusiya sanksiyalara, Rusiyaya qarşı sanksiyalar tətbiq olunur və İrana tətbiq olunur və bu sanksiyaların böyük bir hissəsi enerji sektoruna aiddir. Və bu baxımdan bu iki ölkə arasında Azərbaycan indiki geopolitik vəziyyəti nəzərə alaraq çox vacib kommunikasiya və belə deyək, enerji layihələrin həyata keçirməsi üçün çox mühüm bir geopolitik vəziyyətə malikdir. Və bəlkə də onu nəzərə alaraq Tramp belə bir mesaj Azərbaycana və Azərbaycan ictimaiyyətinə göndərir. Bilirsiniz ki, indiki mərhələdə yeni enerji mənbələri də çox aktualdır və Azərbaycanın Avropa İttifaqı ilə yenilənən enerji mənbələrin istifadəsi barəsində ona aid layihələr də həyata keçirməkdədir və Azərbaycan bu məsələdə belə deyək, enerji diversifikasiya sahəsində öz mühüm rolunu saxlamaqdadır və bu məsələni qeyd edərkən Tramp belə bir mesajı göndərir. Məktubda Ermənistanla sülhün dəstəklənməsi qeyd olunur. Bu, Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqaz siyasətində hansı prioritetləri göstərir? Birincisi, onu qeyd eləmək lazımdır ki, Azərbaycan elə həmən o ölkədir ki, bu sülh təşəbbüskarı olan Azərbaycan olub və dərhal 20-ci ilin müharibəsindən sonra 21-ci ildə fevral ayında Azərbaycan həmən indi masanın üstündə olan sənədin əsas prinsipləri təqdim eləyib Ermənistana və sülh prosesi məhz bundan başlayıb. Sülh hamıdan çox Azərbaycana lazımdır. Çünki biz bu illər ərzində Ermənistanın hərbi təcavüzünə belə deyək, qurbanı olan bir ölkəyik və təbii ki, biz sülh hamıdan çox istəyirik və burada bu məsələdə Amerika Birləşmiş Ştatlarının dəstəyi bizim üçün də çox vacibdir. Çünki bizim əsas marağımız, məqsədimiz ondan ibarətdir ki, bu bölgədə sülh bərqərar olsun. Bəli, indiki mərhələdə bəzi çətinliklər var. Bilirsiniz ki, Ermənistan bu postkonflikt dövründə müxtəlif, belə deyək, addımlar atır ki, bu məsələni ləngitsin, maneələr yaradır. Bəzən Ermənistanda daha yüksək səviyyələrdə səslənən revanşist fikirləri də biz eşidirik və bu prosesdə Amerika Birləşmiş Ştatlarının, yəni sülh prosesində Amerika Birləşmiş Ştatlarının dəstəyi bizim üçün çox vacibdir. Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqazda firavanlıq və sabitlik istəyinin Azərbaycan üçün hansı strateji nəticələri ola bilər? Bu, bizim belə deyək, dövlətimizin əsas maraqlardan biridir. Biz də istəyirik ki, bu bölgə sabitlik, davamlı inkişaf və kommunikasiyalar birləşən bir məkan olsun və bu prosesdən faydasını görən bu bölgədə yerləşən ölkələr bizdən yanaşı əməkdaşlıq edərkən bunun faydasını görsünlər. Yenə də deyirəm, dünyada çox mürəkkəb bir proseslər mövcuddur indi. Bizdən şimalda da, cənubda da görürsünüz ki, gərginlik var, müharibələr gedir. İnsanlar həyatlarını itirirlər və s. Amma Azərbaycan bu bölgədə yerləşərkən bu stabillik adası olmaq üçün lazımı addımlar atır. Və bu məsələdə Amerika Birləşmiş Ştatlarının bizə dəstəyi çox vacib bir
hesab edirəm ki, mesajdır. Son olaraq təbrik məktubunda biz qarşıdakı illərdə və 10 illiklər ərzində daha dərin tərəfdaşlığı ümid edirik fikri ilə bitməsi Azərbaycan-ABŞ münasibətlərində hansı gözləntiləri yaradır? Bilirsiniz ki, bu Trumpın gəlişindən sonra o təzə bir beynəlxalq münasibətlərə bir baxış konsepsiyasını təqdim edib. Və bu baxış konsepsiyasının əsas elementi ondan ibarətdir ki, reallığa əsaslanan münasibətləri qurmaq əsas məqsədlərdən biridir. Və bu reallığa əsaslanan münasibətlərin onun fikrincə əsas məqsədi Amerikanı daha da güclü eləməkdir. Bu baxımdan müxtəlif ideoloji belə deyək, maneələr ki, sünni şəkildə müxtəlif belə deyək, ermənilərin təsiri altında olan siyasətçilərin fəaliyyəti nəticəsində yaranan bu maneələri aradan götürmək təzə bir imkanlar açacaqdır bu iki ölkə olan münasibətlərin inkişafında. Və bu maneələr indi görsənir ki, artıq Amerika Birləşmiş Ştatları da onları yaxşı başa düşür ki, bir çox ölkələrlə sünni yaradılmış bu maneələr üstünü də belə deyək, onları daha belə deyək, gizlətmək üçün ideoloji hansısa əsaslar verilirdi. Sünni şəkildə kimisə demokrat adlandırırdılar, kimisə nə bilim avtoritar adlandırırdılar və s. Amma biz baxanda görürük ki, bunun arxasında hansısa konkret maraqlar, hansısa belə deyək, diaspora maraqları durmuşdur. Əgər söhbət gedirsə Cənubi Qafqaz ölkələrin barəsində. Yəni bu baxımdan bunları aradan götürmək üçün əminəm ki, Azərbaycan hakimiyyəti bu məsələlərdə Amerika Birləşmiş Ştatlarının müvafiq administrasiya üzvləri ilə artıq dialoqu başlayıb və ümidvaram ki, bu hansısa müsbət nəticələri verəcəkdir. Rusiya, İran və ya Çin kimi regional güclər üçün tərkibdə yer alan mesajlar hansı əhəmiyyəti daşıya bilər? O da yaxşı bir sualdır, çünki artıq biz söhbətimizin əvvəlinə qayıtmalı olacağıq. Çox mürəkkəb bir proseslər gedir. Həm regional, həm transregional səviyyəsində. Biz görürük ki, şimalda hələ də axırı görsənməyən bir müharibə davam olunur və bu müharibənin iştirakçıları, onların sayı artmaqdadır və orada stabilliyin yaranması heç də asan bir məsələ olmayıb. Yəni, indi görürük ki, Trumpın da səyləri o qədər böyük nəticələr verməyib. Eyni zamanda bizim cənubumuzda da yerləşən İran-İsrail müharibəsi artıq bir-birinə qarşı raket zərbələri də yendirən ölkələr də artıq, yəni açıq müharibədədirlər onlar. Orada da stabilləşmə prosesləri hələ də görsənmir. Müsbət proseslər amma baş verir. Suriyada misal üçün biz görürük ki, artıq stabilləşmə prosesi gedir və Türkiyə orada əsas oyunu oynayan, yəni Türkiyə bizim siyasi və hərbi müttəfiqi olan Türkiyə orada əsas rolu oynayır və Azərbaycan o məsələlərdə yardımçı şəkilində o proseslərdə iştirak eləməyə niyyətindədir. Ənənəvi Azərbaycanın İsraillə olan ənənəvi əməkdaşlığı o da böyük bir potensiala malikdir. Yəni bu baxımdan biz görürük ki, mürəkkəb proseslərdə Azərbaycan yenə də özünü stabillik və əməkdaşlığın tərəfdarı olan bir ölkə kimi belə bir trendin təbliğinə öz siyasətlə, belə deyək, öz siyasətini bu şəkildə dünyaya təqdim edir. Və əminəm ki, o proseslərdə artıq bu cür siyasəti həyata keçirdən
ölkələr hansısa belə deyək, uğurlara nail olmağa daha da hazırdılar. Və bu məsələdə Azərbaycanın Amerika Birləşmiş Ştatların siyasətində hansısa bir daha aktiv rol oynaması çox böyük bir potensiala malik olan bir prosesdir. Təşəkkür edirəm Tofiq müəllim. Belə hörmətli tamaşaçılar, bugünkü yerində proqramında qonağımız xarici siyasət məsələləri üzrə tanınmış ekspert, keçmiş Xarici İşlər Naziri səfir Tofiq Zülfüqarov idi. Sağ olun, salamat qalın.